Əziz idmançılar, iyun ayının 7-8-i Abşeron Olimpiya İdman Kompleksində sərbəst güləş və Yunan-Roma üzrə çempion kəməri turniri keçirəcək. Bütün güləşçilərimizi, güləş sevərləri orada o yarışda iştirak etməyə dəvət edirik. Və mənə elə gəlir ki, bu güləşçilərimiz üçün gözəl bir fürsətdir. Çünki bizim bu turnirdə belə sizlərə göstərmək istəyirəm, Hacı Əliyevin şəkli olan bir güləş kəməri var bu yarışda. Və mənə elə gəlir ki, bu kəməri qazanmaq üçün bizim güləşçilər öz əllərinə gələni etməlidirlər. Və mən istəyərdim ki, bizim bu az yaşlı güləşçilərimiz bu turnirdə mütləq şəkildə iştirak eləsinlər. Bütün güləşçilərə mən uğurlar arzu edirəm və bizim güləşçilərimizi belə gözəl medallar da gözləyir. Gördüyünüz kimi bürünc medal, qızıl medal, gümüş medal. Mən bir daha bütün güləşçilərə uğurlar arzu edirəm.